Badmintonun müasir forması 19-cu əsrdə İngiltərədə yaranıb. Onun adı Badminton House adlı saraydan götürülüb. Bu idman növü ilə ən çox açıq havada məşğul olmaq daha çox xeyirlidir. Ürək-damar sistemini gücləndirmək, çevikliyi və refleksi artırmaq, kalori yandırmaq və stresi azaltmaq üçün çox faydalıdır. Kontaktsızdır, xəsarət və travma almaq qeyri-mümkündür. Çox sürətli oyundur. Dünyada birinci yerdə gedir sürətinə görə. Məsəl üçün, balanın sürəti 560-600 kilometrə qədər çatır. Sağlamlığa, əsas gözlərə, reaksiyaya, cəhdliyə çox faydası var. Düşüncə tərzinə, yəni insan tez qərar verməyə görə. Məsələn, qərarları tez verə bilirlər. Yaş həddi də ki, 7-dən 77-yə qədər. Yəni bu idman növü elə bir idman növüdür ki, burada uşaq, böyük hər bir kəs burada məşğul ola bilər. Təbii ki, uşaq yaşlarından götürdüyümüz o insanlar ki, uşaqlar ki var, biz onları yarışa hazırlayırıq. Bəli, ola bilər elə bir valideyn olsun ki, desin ki, biz uşağımızı sadəcə sağlamlığına görə o da problem deyil. Və yuxarı yaş qrupları da ki, yəni 20, 30, 40, 50, 70, 80 yaşında insanlar da bu idmanla məşğul ola bilər sağlamlıqlarına görə. Bizim məşqlərimiz hal-hazırda bu günə qədər ödənişsizdir. Sadəcə olaraq yuxarı yaş qrupları ki var, 40 yaş, 50 yaş öz sağlamlıqlarına görə əgər məşğul olmaq istəyirlərsə, biz ona da şərait yarada bilərik. Yaşlı insanlar üçün yüngül tempdə badminton oynamaq həm sağlamlıq, həm də əhval üçün çox effektlidir. Qusar rayonunda badminton idmanı uğurla inkişaf edir və bir neçə ildir ki, Qusar Olimpiya İdman kompleksində fəaliyyət göstərir. Rayonda badmintonun inkişafı Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Badminton Federasiyasının, eləcə də federasiyanın rəhbəri Talih Ziyadovun diqqəti və dəstəyi ilə həyata keçirilir. Həmçinin bölgə və respublika səviyyəsində keçirilən yarışlarda, həm də dünyanın bir çox ölkələrində uğur qazanmış idmançılar mütəmadi olaraq diqqət mərkəzində saxlanılır. Qusar rayonunda badminton artıq təkcə bir idman növü deyil, sağlam gələcəyin və fəal həyat tərzinin bir hissəsidir. Əgər siz də övladlarınızın bu idman növü ilə məşğul olmağını istəyirsinizsə, Qusar Olimpiya İdman kompleksinə müraciət edin. Necə deyərlər, sağlamlıq var dövlətdən üstündür. Hər zaman sağlam olun.